Adamların torpaq sahəsini almısan, ələ keçirtmirsən, adamların pulunu ver də. Ver cəmaatın pulunu qardaş. Qardaş bu Afro Hospital sənin. Bu Afro Laboratoriya Mərkəzi sənin. Afro Klinikal sənin. Cürbəcür dərman firmaları sənin. Maşallah yer sənin, göy sənin. Əziz dostlar, 10 gün bundan qabaq Şəhid xanımı Nəbiyeva Şamama Şükür qızı bizə müraciət elədi. Adamın getdim, müsahibəsini aldım və bildirdi ki, onlara məxsus olan torpaq sahəsini Suraxanı rayonu Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini məşhur bir həkim əllərindən min bir hilə ilə, min bir bəhanə ilə təhdid eləyərək, hətta qorxu gələrək dəyərindən qat-qat ucuz qiymətə əldə eləyib. Və ucuz qiymətə almasına baxmayaraq adamlara olan o borcunu, o torpağın dəyərindən ucuz qiyməti olan pulunu da adamları çərrədə verir. Adamları bezdirə verir. Qardaş, ay hörmətli Yadigarov Şahmir Yusufoğlu. Qardaş, bu Afro Hospital sənin. Bu Afro Laboratoriya Mərkəzi sənin. Afro Klinikal sənin. Cürbəcür dərman firmaları sənin. Maşallah yer sənin, göy sənin. Qardaş, sən bu Şamama xanıma o ailəyə məxsus olan o torpağın qiymətini, pulunu niyə vermirsən? Yazırlar mənə. Dünəndən yazırlar, başlayıblar, ağlaşırlar. Elnur müəllim, biz neyiniyək? Qardaş, mən niyə bilərəm? Mən buradan işıqlandırdım. Mən buradan müraciət elədim. Və qarşı tərəf olaraq sizin də mövqeyinizi öyrənmək istədim. Afro Hospitaldan bir nəfər danışsın. Yadigarov Şahmir Yusufoğlu'nun bir yaxın adamı danışsın. Desin almamışam. Desin yalan deyir şəhid ailəsi. Sən adamların torpaq sahəsini ələ keçirtmirsən. Sən yüksək bir vəzifəli şəxsin qardaşının adından, öz adından, indi Şamama xanımın dediyinə görə, o ailənin dediklərinə görə istifadə eləmirsən. Harda əlverişli torpaq sahəsi var, yazığa, zavallıya məxsus olan torpaq sahəsi var, mənə bildiriblər. Gedirsən min bir bəhanə ilə həmən torpaq sahəsini güya kimlərə ki, hörmət eləyirsən, o torpaq sahəsini alıb verirlər sənə. Belə məlumatlar gəlir. Etmə belə, qardaş. Sən həkimsən, gözəl insansan öz yerində. Sən adamların haqqını ver. Sən adamlara məxsus olan torpaq sahəsini dəyərindən ucuz ala bilmərsən. Almısansa da cəmaatın haqqını qardaş verir də, qaytar verir də. Mən buradan adəti üzrə müraciət edirəm. Afro Hospitalın rəhbəri, təhdidçisidir, ondan belə şərikidir, kimdirsə, Yadigarov Şahmir Yusufoğlu'ndan şikayət var. Şəhid ailəsi şikayət eləyir. Bildirir ki, təkrar qeyd edirəm, Suraxanı rayonu Ramanı qəsəbəsində Nəbiyeva Şamama Şükür qızına və onun ailəsinə məxsus olan torpaq sahəsini onlara hədə qorxu gələrək əldə eləyib. Dəyərindən qat-qat ucuz qiymətə və həmən məbləğdə olan pulu da adamlara vermir. Müəyyən məbləğini saxlayıb, bezdirib adamların canını yığıb boğaza. Nə bilim, mən də Gürcüstandan bura lazım olsa şəhid ailəsi gətirərəm. Bu nə yanaşmadır, qardaş? Sən şəhid ailələrini nəyə görə üzbəüz qoyursan? Sən adam güləşdirirsən, ayıbdır, vallahi ayıbdır. Mənə elə şeylər danışıblar, mən dəhşətə gəlmişəm. Mən də bura adam gətirəcəm, mən də istəsəm belə eləyəcəm. Sən nə eləyə bilərsən, qardaş? Adamların torpaq sahəsini almısan, ələ keçirtmirsən, adamların pulunu ver də. Ver cəmaatın pulunu, qardaş. Olmaz belə. Buradan Azərbaycan dövlətinə müraciət eləyirəm. Nəbiyeva Şamama Şükür qızı fəryad eləyir. Hər gün mənə zəng eləyir. Xahiş edirəm, bu məsələdə bu şəhid ailəsinə yaxından köməkli eləyin. Məsələni götürün nəzarətə. Adamların əlaqə nömrəsi də var məndə. Verəcəm, danışın. Təbii ki, qarşı tərəf olaraq da Yadigarov Şahmir Yusufoğlu'nda mövqeyini işıqlandırmaq hazıram. Yalansa deyin yalandır. Mövqe göndərin mənə, mən də işıqlandırırım. Amma belə olmaz.